Məktəb illərimiz boyu mayın 25 olar olmaz növbəti günə bilet alıb qaçardıq kəndə, nənəmin yanına. Kənddəki evimiz çiy kərpicdən hörülmüş, özündə illərin izini cəmləyən 3 otaq, kəllə otaq, balı otaq, şüşəbənd və mətbəxdən ibarət idi. Kəllə otaqda daha çox barxana, ərzaqlar saxlanılırdı. Balı otaq isə yataq otağımız idi. Mənim əsas işim barxananı töküb günəşə vermək, otaqları dərindən təmizləyib yığmaq idi. Videoda gördüyünüz şal və ipək parça ilə sırılmış yorğan, yastıqlar hamısı nənəmin əl işidir. Mənə cehiz sırılmışdı. Döşəklərim də var, amma kənddədir. Yununu arxda yuyub, günəşdə yun çubuğu ilə çırparaq, qurudub, didib, yumşaq yorğan döşək salmışdı hər birimizə. O zamanlar əziyyətini görüb mən cehiz aparmayacam deyirdim. Amma indi bu yorğan və yastıqları hər il fəsillər dəyişəndə bax beləcə açıb havaya verirəm. Sonra yenidən səliqə ilə yerinə yığıram. Bir gün xəyalımdakı bağ evim olanda məhz bu yorğan döşək orada layiqli yerini alacaq. Çünki mənə görə onları heç nə ilə əvəz etmək mümkün deyil. Biraz keçmişdən, biraz indidən, biraz da gələcəkdən danışa-danışa bax beləcə bazanı da səliqəyə saldım. O zamanlar salınmış cercehiz dəmir çarpaylara yığılıb üzəri örtülürdüsə, indi isə bax beləcə vakuumlu torbalara və sandıqçalara yerləşdirilib çarpayının altına yığılır. Keçmişdən bir parça saxlamaq gözəldir. Bəs sizin belə bir parçanız varmı?